Bu gördüyünüz gələcəkdən gələn taksidir. Nə sürücü var, nə sükan, nə də sürücü konsolu. Qapıları açdı və içəri daxil oluram. Burada məni salamlayır və biz qapıları bağlayırıq. Artıq hərəkətə başlamaq vaxtıdır. Zoox Amazonun layihəsidir. Las Vegas küçələrində sınaqdan keçirilir. Əsas ideya ondan ibarətdir ki, sürücüləri tamamilə aradan qaldırsınlar və şəhər daxili yeni bir mikromobillik vasitəsini bazara buraxsınlar. Avtomobilin özü çox fərqli bir konstruksiyaya sahibdir. 4 təkərin 4-ü də dönə bilir və önə arxaya eyni sürətlə hərəkət eləyə bilir. İstər dar küçələrdə, istərsə də manevri çətin olan ərazilərdə çox yaxşı dönmə bucağına və hərəkət qabiliyyətinə sahibdir. Üzərində ətrafı 360 dərəcə görə bilən lidar və kamera sistemi var. Bu da o deməkdir ki, adi insan sürücüsündən fərqli olaraq kör nöqtəyə sahib deyil və hər tərəfi görə bilir. Tam təhlükəsizdir. Daxilində hava yastıqları var ki, işte hər hansısa bir hadisə baş versə, həmin hava yastıqları açılacaq yuxarıdan, sağdan, soldan və tam olaraq təhlükəsizliyi təmin eləyəcək. Hal-hazırda sürüşə davam eləyir. Baxın, öndə hər hansısa bir sürücü konsolu yoxdur, sükan yoxdur. Tamamilə süni intellekt tərəfindən idarə olunur. 4 nəfər sərnişin götürə bilir. İkisi öndə, ikisi arxada oturur. Arxa dediyimizdə, yəni bu avtomobilin arxası və önü arasında heç bir fərq yoxdur. Və burada da idarə etmə konsolu var. Mənə göstərir ki, 8 dəqiqəyə qoyduğum əraziyə gedib çata biləcəm. Mən Zoox'u Win otelinə sifariş elədim və hal-hazırda məni Excalibur'un kruqunda olan Qoşa Zapravkanın yanına aparacaq. Təqribən 5 dəqiqə mən həmin yerə çatmış olacağam. Və artıq Las Vegas küçələrində belə Zoox'lar tez-tez görünməyə başlayıbdır. Hətta bəlkə də bir-birinə yarışa bilərlər. Məni əsas təəccübləndirən məqam Zoox'un kartla ödənişləri qəbul etməsidir və yenə də insanı bir məqam düşündürür. Hər şey əla, gözəl, amma birdən internet kəsilsə nə baş verəcək? İstənilən halda CES-dən və Las Vegas'dan ən maraqlı texnoloji yayımları Azercell'in ekskluziv təqdimatında izləyirsiniz. Daha çox belə texnologiyalar üçün kanala abunə olmağı unutmayın.